Ağır oyun alındı. Bilirdik ki özümüzdən asılıdır. Komanda ilk gündən yığılanda komandanın potensialına inanıb işə başlamışdıq. Komandamı təbrik edirəm. Naxçıvanı təbrik edirəm. Rəhbərliyimizi təbrik edirəm. Bizə inandıqları üçün. Belə ümumi bu qədər. Bir sualımız da olacaq zəhmət olmasa. Və Avrokuboklarda siz qazandınız, həm də 3-cü yer. Bu haftakilər əvvəlcədən mövsüm başlarında belə bir hədəf var idi mi komandanın qarşısında? Vallahi hədəf komanda olaraq istədiyim oyuncuları bizə yaratdıqları üçün komandanı yığmaq üçün belə rəhbərliyə təşəkkür edirəm. İnandılar ki, yaxşı oyuncuları dəvət edə bilərik. Yenə də Avrokubokları qarşıdakı günlərdə müzakirə eləyəcəyik. Əlbəttə bunun davamını gətirmək lazımdır. Mən də istəyirəm ki, Araz Naxçıvan proyekti daha da inkişaf eləsin, daha da uğurlu olsun. Yenə də qarşıdakı günlərdə rəhbərliklə görüşdən sonra asılı olacaq bizim gələcək planlarımız.